şəxsi nömrədən mənim nömrəmə zəng gəldi ki, səhər-səhər. Xanım, siz 104-də müraciət eləmişsiniz. Biz qaz idarəsi işçisiyik, biz qaz şotçuki qoşa bilərik sizə üçün. Amma biraz baha başa gələcək. Mən də dedim neçəyə? Dedi ki, 3000-ə. Mən də dedim, vay, 3000 çox bahadır. Dedi ki, onda nə qədər gücünüz çatar? 2000-ə gücünüz çatar. Dedim, mən gedərəm, kredit çəkərəm, ödəyərəm. Nəysə, səhər anam getdi, kredit çəkdik, ödədik, gəldik. Bizim üçün sayğac qoşdular. Sayğac qoşdu, dedi ki, bir aya kod alacaqsınız. Sevda Mehdiyeva deyir ki, bir aydan sonra ona SMS vasitəsilə kod gəlmədiyi üçün Azərqaz İstehsalat Birliyinin 104 qaynar xəttinə yenidən müraciət edib. Oradan qadına bildirilib ki, adı soyadı qaz sistemində yoxdur və aldadılıb. Ortada sübut olmamaq üçün gəlib sayğacımı da söküb aparıblar. Quraşdırdığı sayğacı da söküb aparıb. Amma şəkilləri var ki, necə quraşdırıb, necə orada sayğac var, sayğacın kod nömrələri var, hamısı var məndə. Sevda Mehdiyeva aldadıldığını biləndən sonra ərazi üzrə 1-ci polis şöbəsinə müraciət edib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Elbrus İbrahimov Xəzər xəbərə bildirdi ki, vətəndaşın müraciəti üzrə ərazi polis orqanında araşdırma aparılır.